Bu tələbələrə şad xəbər, belə ki, pulluya düşənlər ödəniş sizə keçə biləcəklər. 26 sentyabr tarixidir və bir açıqlamanı diqqətinizə çatdırırıq, belə ki, yaxın günlərdə bakalavriat üzrə göstəricilər dəqiqləşdiriləcək və bəzi ödənişli əsaslarla təhsil alanlar da dövlət sifarişi üzrə təhsillərini davam etdirəcək. Bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə Dövlət İmtahan Mərkəzi tərəfindən orta məktəb şagirdlərinin gələcək peşə istiqamətlərinin müəyyənləşdirilməsinə kömək etmək məqsədi ilə hazırlanan peşə seçimi alətinin təqdimat mərasimində jurnalistlərlə görüşü zamanı onların suallarını cavablandırarkən deyib. Məleykə Abbaszadə bildirib ki, Elm və Təhsil Nazirliyi ilə müzakirə olunacaq və boş qalan dövlət sifarişli yerlər də açıqlanmış olacaq. Rəqəmlər dəqiqləşəndən sonra ictimaiyyətə təqdim ediləcək və bu proses tam şəffafdır və heç kimin hüququ pozulmur. Dövlətin ayırdığı maliyyə vəsaiti mütləq şəkildə təhsilə yönləndirilir deyə Məleykə Abbaszadə çıxışında deyib.